Deməli, Hyundai Sonata 2020-ci il 1.6 turbo GDI mühərrik. Maşında olan problem qəza rejiminə düşür. EPB, sürüşmə, option aləm dəyər pirborda bir-birinə. Diaqnostikaya salırsan, diaqnostikada bax bu Volkswagen aşıbqasını verir. Biz bir dəfə yoxlamışıq, amma dəyişməyə məsləhət görmədik. Dedik, ətraflı yoxlayaq, ona uyğun məlumat verərik. Müştəri qulaq asmayıb, başqa bir yerdə yoxlayıblar. Deyiblər, dəyişək getsin. 150 manata təzə Volkswagen alıb dəyişiblər, problem yenə də aradan qalxmayıb. Nə etmişik? Təzədən yanımıza qayıdıb, smoke test aparatı ilə sistemi yoxlayırıq. Sizə problemin səbəbini göstərəcəm. Görürsünüz? Intercooler bax buradan zədə görüb partlayıb, ona görə də hava çəkir. Bu problemə görə də Volkswagen xətası verir. Intercooler bərpa olunmalıdır ki, diqqət eləyin. Görürsünüz necə sızır. Zədə də ki açıq aydın görsənir. Problemin səbəbi Volkswagen yox, bax intercoolerin zədəsidir. Ona görə də diaqnostika eləyəndə diqqət eləmək lazımdır. Hər hansı bir datçikin, sensorun aşıbqasını verirsə, sırazı gedib onu müştəriyə aldırmaq və yaxud da ki, sırazı gedib onu dəyişmək tövsiyə olunmur. Tam arxain şəkildə ətraflı analiz olunmalıdır, ətraflı yoxlanılmalıdır. Ondan sonra müştəriyə bunu aldırmaq lazımdır. Ən azından müştəri 150 manat bax burada ziyana düşüb. Belə şeylərin olmaması üçün mütləq şəkildə ətraflı yoxlanılıb, ondan sonra müştəriyə dəqiq diaqnoz qoyulmalıdır.